Mənzilimizin səliqəliyini görürsünüz. Bu mənzilin sahibi özü ustadır. Bütün işlərin hamısını özü öz əlindən çıxardı. 3 otaqlı, 78 min manat, 55 kvadrat metr Qurtuluş Yaşayış kompleksində. Bu mənzilimizin koridorudur. Açıq rənglərdən istifadə olunub. Qapıdan girən kimi solda bir yer şkaf üçün nəzərdə tutulub. Sanitar qovşağımız, bu bir yataq otağımız, qonaq otağımız. Mənzilimiz həqiqətən səliqəli təmir olunub, dəyərli müştərilərimiz. İkinci yataq otağımızdır, mətbəximizdir, bura mətbəximizdir. Bir dənə göstər zəhmət olmasa. Yeri mərmərdir. Alt üstü poldan təchiz olunub. Qurtuluş Yaşayış kompleksində şəhərcikdə məktəb, bağça fəaliyyət göstərir. İndi isə keçirik yataq otağına. Bu bir yataq otağıdır. Bu yataq otağı uşaqlar üçün nəzərdə tutulub. Böyük də istifadə edə bilər. Şəhərciyin tam mərkəzindədir. Yeni tikilən binadadır. Mənzilimizin su, işığı, sənədləri dəyərli müştərilərimiz. Hələ bina təzə təhvil verildiyi üçün qupçu az qalıb veriləcək inşallah. İndi isə keçək yataq otağımız, ikinci yataq otağımız. Bu da sanitar qovşağımızdır. Sanitar qovşağımızın da yeri, divarı, mərmərdə alt üstü pollan təchiz olunub. Mənzilimizin giriş qapısı dəyişilib, seyf qapı qoyulub. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görəsiniz. Sağ olun.